Choose the correct variant. Düzgün variantı seçin. Bu tapşırıqda biz düzgün zamanları təyin etməliyik. How long ago the new office by the company qeyd olunub birinci cümləmizdə və burada how long ago sualı keçmiş sadə zamanı sualı olduğu üçün birinci boşluqda biz keçmiş sadə zaman təyin edəcəyik. And since when you there? Since when isə indiki bitmiş və indiki bitmiş davam edici zamana olan sual olduğu üçün ikinci boşluqda indiki bitmiş zamanı və ya bitmiş davam edicini təyin etməliyik. A variantında has been built indiki bitmişin məchul növüdür və uzlaşma düzgün deyil. B variantında was built keçmiş sadənin məchul növüdür. Did work da keçmiş sadə zamandır. Ancaq since when indiki bitmişə aid olduğu üçün düzgün deyil. C variantında was built keçmiş sadə zamanın məchul növüdür. Yeni ofis nə qədər müddət əvvəl şirkət tərəfindən tikildi və nə vaxtdan bəri sən orada işləyirsən. C variantı bizim doğru cavabımızdır. Birinci hissə qeyd etdiyimiz kimi keçmiş sadə məchulu, ikinci hissədə isə indiki bitmiş zamanın davam edici formasıdır. D variantında isə did build qeyd olunub, ancaq bizə məchul növ lazımdır deyə doğru hesab olunmur. Y variantında isə yenə birinci hissə məlum növdədir, ikinci hissə isə keçmiş bitmiş zamandır. Qeyd olunduğu kimi məchul növ lazımdır bizə, eləcə də ikinci tərəfdə qeyd olunduğu kimi indiki bitmiş davam edici zamanı qeyd etməliydik. Doğru cavabımız C variantı götürülür.